təbrik edirəm hamını, el cəmaatını. Gələcəyimiz orada görürük inşallah. Şükür Allah, hər bir şey yaxşıdır. Qardaşım də bizdən biraz qabaq gedib. Görəyindən belə balalarımız xoşbəxt bir firavan gün yaşasın. Ən sevinçli günlərimizdir. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərə can sağlığı. İnşallah gələndə orada qonağımız olarsınız. Bu sərnişin avtobusu Qovpark Yaşayış Kompleksinin ərazisindən Zəngilan rayonu Məmmədvəli kəndinə yola düşür. 32 ildir gözləyirik bu günü. Allahımıza çox şükür. Allah dövlətimizi saxlasın. Allah prezidentimizin canını salamat eləsin. Ali Baş Komandanımıza bu günü bizə yaşatdı. Şəhidlərimizə Allah rəhmət eləsin. Qazilərimizə can sağlığı, veteranlarımıza can sağlığı. Allah millətimizi qorusun. Həyatım demək olar ki, ən sevinçli günü bu gündür. Öz doğma torpağıma gedirəm. Evdən çıxanda fikirləşirdim ki, biz elə yerə gedirik ki, orada bizim cavan hərbiçilərimiz qan töküb, şəhid olublar. Həqiqətən də həm qürur vericidir, həm də insana belə qəribə gəlir ki, elə bir yerə gedirsən ki, o torpaqda həqiqətən də qan tökülüb. Belə bir avtobusda oturmaq və illər sonra Zəngilan təzədən qayıtmaq, öz doğma kəndinə, evinə, ovana qayıtmaq. Hər halda bu biraz həm xəyal idi, həm yuxu kimi ediləsin ki. Allah şəhidlərimizə rəhmət eləsin. Mən Zəngilandan çıxanda 35 yaşım vardı. İndi 68 yaşım var. Mən demək olar ki, gözümü yığmışdım ki, bir də Zəngilana qayıtmayacaq. Allah şəhidlərimizə rəhmət eləsin, Allah dövlətimizi var eləsin. Nə deyim, bu sevinci bölüşmək olmur. Çox qürurluyam. İndi Allah Teala ömür verər, gedək orada sağ-salamat, qorub yaradarıq. Bu avtobusdaşlar 32 ildən sonra doğma Zəngilana Məmmədvəli kəndinə qayıdırlar. Bibi salam ay bibi. Əvvəl sizinlə söhbət eləyək. Necəsiniz? Başına dönüm. Elə sevinirəm, elə sevinirəm. Allah prezidentimizə ömür versin, can sağlığı versin, qazilərimizə can sağlığı versin, şəhidlərimizə Allah rəhmət eləsin. Şükür ki, bu qayıdışı qayıdırıq. Gözəl gün Allah bizə qismət eləyib ki, vətənimizə qayıdırıq. Qayıdırıq inşallah Zəngilana, Məmmədvəli kəndinə. Necə qayıdırıq? Hansı hisslərlə, hansı fikirlərlə, duyğularla, planlarla? İstər mən dilimlə deyə bilmirəm, onu yaşamaq lazımdır. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin, dövlətimizi, millətimizi Allah qorusun, prezidentimizi qorusun. Allah bizə də ömür versin, gedək orada yaşayaq, yaradaq, əkək, becərək. Həyat necədir, biz orada gedək onu bilək. Bu sərnişin nəqliyyatı isə Qovpark Yaşayış Kompleksinin ərazisindən Ağdamın Xıdırlı kəndinə yola düşür. Sevincliyik, öz doğma yurdumuza qayıtırıq. İnşallah hər şey yaxşı olar. 3 yaşına çıxmışam. Bugün gedirik inşallah. Gözəl həyat qurmaq öz doğma diyarımızda.